Salam, əziz və dəyərli abituriyentlərimiz. Mən sizin ingilis dili müəlliminiz Şinarə Talıbova. Bugün sizlərə ekranda first conditional, second conditional, third conditional testlərini nümayiş etdirəcəm və həmin testlərin tam və ətraflı şəkildə izahını təqdim edəcəm. İlk öncə başlayaq birinci testimizdən. Ekranda gördüyünüz üzrə birinci test nümunəmiz first conditionala aiddir. Bir tərəfimiz gələcək sadə zamandadır, digər tərəfimiz isə indiki sadə zamandadır. If it rains, we will stay at home. Əgər yağış yağsa, biz evdə qalacağıq. Bu, real şərt qudaq cümləsidir. Yəni, bir tərəfimiz indiki sadə, digər tərəfimiz isə gələcək sadə. Və unutmamaq lazımdır ki, if və when-dən sonra shall və will işlənməz. Keçək ikinci conditional sentencelərə. İkinci conditional sentencelərdə əzabət edilir. Bir tərəfimizdə olacaqdır would, be, infinitive, digər tərəfimiz isə olacaqdır deməli, keçmiş sadə zamanda. Bunlar yerinə görə dəyişir. Birinci və ya ikinci gəlməsi əsas şərt deyil. Və unutmayın, if-dən sonra would gəlməz. If I studied harder, əgər çox oxusaydım, I would pass the exam, imtahanı keçərdim. Bu isə second conditionala aid test nümunəsidir. Keçək third conditionala. Third conditionalda bir tərəfimiz past perfect olacaqdır, ikinci tərəfimiz isə would plus present perfect olacaqdır. Məsələn, you would not have got into trouble. Sən əziyyətə düşməzdin if you had obeyed my instructions. Əgər mənim təlimatlarıma əməl etsəydin. Əziz abituriyentlər, gördüyünüz üzrə third conditional tamamilə qeyri-real şərt qudaq cümləsidir və unutmayın ki, testləri çalışın, qaydaları testlərin üzərində tətbiq edə-edə öyrənin ki, sizlər üçün daha yadda qalan olsun. Eyni zamanda dərslərinə qeydiyyatdan keçərək imtahanda maksimum nəticə göstərmək şansını əldə edə bilərsiniz.